Çınar Elbinoğlu Tərtər şəhər Əsəd Məmmədov adına bir sayılı tam orta məktəb 2A sinifi şagirdiyəm. Bu günkü mövzu ana dil dərsində məcburi vətənə ayrı düşmüş insanlar haqqında. Bu insanlardan biri də babam Tapdıq müəllimdir. Vətən hər kəs üçün ən qiymətli yerdir. Lakin bəzi insanlar həyatın sərt sınaqları nəticə öz doğma yurdlarını məcburi ayrı düşürlər. Babam da belə insanlardan biridir. O bir zamanlar öz evini, xatirələrini və doğmalarını geridə qoyaraq məcburi olaraq yurdunu tərk etmək məcburiyyətində qalıb. Babam həyatını çox çətin və ağırlı olmuşdu. Məcburi ayrılıq yalnız fiziki deyil, həm də ruhun ağır bir yükdür. Buna baxmayaraq o xatirələrinə və xəyallarına hər zaman vətənini daşıyır. Xoş xatirələr və unudulmaz anlar onun qəlbində günəş kimi yanır, ümidini diri saxlayır. Gəlin indi babamın dinləyək və onun həyatının hekayəsini öz dilində dinləyək. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Allah razı olsun. Təqdim edin. Qasımov Tapdıq Fərəcoğlu. İşğaldan azad olmuş hansı bölgədənsiniz? Kəlbəcər rayonunun Ağdaban kənd sakiniyəm. Necə oldu ki, doğma yurdunuzu tərk etdiniz? Hər kəsə məlumdur ki, erməni işğalçıları 1988-ci ildə əvvəlcədən Ermənistan ərazisindən etnik təmizləməyə başladılar. Azərbaycan cəmaatı, xalqı, milləti Ermənistan öz respublikasından, öz doğma vətənlərindən didərgin düşdülər, bir sözlə qaçqın düşdülər və Azərbaycana məskunlaşdılar. Və ondan sonra Rus ordusunun köməyi ilə erməni işğalçıları Azərbaycan rayonlarını bir başladılar işğal etməyə. O cümlədən də 1992-ci il 8 aprel tarixində Ağdaban kəndinə, bizim doğma yurdum, mənim kəndim Ağdaban kəndinə işğal etdilər, kəndinə hücum etdilər və onların ordusuna qarşı, texnikasına qarşı yüksək səviyyədə cavab veriləcək bir silahımız olmadığı üçün məcbur olduq kəndimizi tərk etdik, kəndimiz işğal olundu və məcburi köçkün düşdük. Yurdunuzla bağlı hansı xatirələr var? Əlbəttə ki, yurt, yuva heç vaxt heç kəsin yadından çıxmaz. Öz doğma torpağımız, ana vətənimiz, kəndimiz, uşaqlıq illərim orada böyüyüb, uşaqlıq illərimi orada keçirmişəm, orta məktəbə orada getmişəm. Ümumiyyətlə, yaşayış vəziyyətimizin orada yaxşı olmağı, güzəranımızın yaxşı keçməyi heç vaxt bugünkü günlərdə bizim yadımızdan çıxmaz. Xatirələr böyükdür, xatirələr çoxdur. Danışmaqla, söyləməklə qutarası deyil. Hamısı şirin, gözəl xatirələrdir. Yaxınlarınızda kimlər döyüşdə iştirak edirdi? Əlbəttə ki, yaxınlarımızdan çoxları iştirak edirdi o zamanlarda döyüşlərdə. O cümlədə mən özüm müharibə iştirakçısıyam. 1992-ci ildən ta 93-cü ilə kimi müharibədə iştirak eləmişəm. Yaxınlarımdan hər kəs qohum əqrəbə, dayı uşağı, mama uşağı çoxları iştirak edirdi və mənim əmim Qasımov İdris Bayramoğlu o zaman 76 yaşında Erməniyə qarşı döyüşərək erməni əsirliyinə düşdü və itkin getdi və elə bu dəqiqədəki itkin kimi Azərbaycanın itkinlər siyasında adı var. Kəndinizdə evinizə bağlı hansı yeni xəbərləriniz var? Hamımıza məlumdur ki, böyük sərkərdəmiz İlham Əliyev cənablarının komandanlığı siyasəti altında 2020-ci ilin 27 sentyabr tarixindən vətən müharibəsi başladı, torpaqlarımızın işğaldan azad olunması başladı və Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, hərbiçilərimizə can sağlığı versin, onu da əlavə eləyim. Və onların sayəsində, Azərbaycanımızın igid oğlanları sayəsində
başda Ali Baş Komandanımız olmaqla torpaqlarımız işğaldan azad olundu. Hal-hazırda azadlı kəndimizə gedirik, gəlirik. Amma təəssüflər olsun ki, evimizdən, eşiyimizdən əsər əlamət yoxdur. Ancaq quru yurt var. Demək olar ki, daş üstündə belə yoxdur. Amma şükürlər bu günə olsun. Yenə də Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah tikəcəyik, yaradacağıq. Vətənimiz sağ olsun, torpağımız özümüzdə çox şükürlər olsun. Allahın köməkliyi ilə keçmişdəki evlərimizdən də daha yaxşı evlərimiz olacaq, yaşayışımız olacaq inşallah. İşğaldan azad eləmiş yurdunuz bağlı hansı planlarınız var? İşğaldan azad olunması haqqında planlarımız əvvəlcə dövlətimiz tərəfindən bərpa olunur evlərimiz, yurdumuz, yuvamız və hal-hazırda özümüzün şəxsi planımız isə torpaqlarımıza qayıtmaq, yenidən yaratmaq, tikmək, yaşamaq, orada gələcək nəsli böyütmək və s. və s. İnşallah torpağımızda firavan, gözəl bir həyatımızın qurulmağına inanırıq. Siz sağ olun. Baba, siz necə oldu ki, kəsdiniz? Mənim ağıllı balam. Bəli, çox gözəl sualdır. Keçmişimizi xatırladırsan bizə. Biz Kəlbəcər rayonunda yaşayan vaxtı bizim qonşularımız, mənfur qonşularımız var idi, ermənilər. Hansı ki, bizim yurdumuzu, yuvamızı işğal elədilər. Bizi çöllərə saldılar. Biz o vaxtları Azərbaycanın Ağdaban kəndi olan, Kəlbəcər rayonunun Ağdaban kəndi olan o kənddə məskunlaşmışdıq. Orada yaşayırdıq. Ondan sonra ermənilər bizə hücum elədilər. Səhərin bir günündə, aprel ayının 8-i, sübh tezdən bizi kəndimizə hücum elədilər. Gözəl bala. Demək olar ki, kəndi 3 tərəfdən mühasirəyə götürdülər. Mühasirə olan zaman bizim kəndimizin igid oğlanları erməniyə qarşı döyüşməyə başladılar. Həmən günün əvvəlki günü mən də postaydım. Kəndin keşiyində dururdum, kərhəddimizdə dururdum. Amma həmən günüsü ermənilər bizə hücum edən zaman mən evimizdə, mənim istirahət günüm idi. Səhər tezdən hücum elədilər kənddə. 34 nəfər kəndin sakinlərindən, qarı, qoca, böyük, kiçik demədilər, hamısını süngüdən keçirdilər. 70-80 yaşında qadınlarımızı, kişilərimizi evin içərisində qarşısını bağlayaraq od vurdular, yandırdılar, diri-diri evində yandırdılar. Körpə balasını qucağında bir gülləyə, bir ana, bir balanı, bir atanı bir gülləyə həyatdan məhrum elədilər. Hansı ki, Hüsniyə balamız adında bir qız uşağı az yaşlı, 4 yaşında bir evlad itirdik. Düşmənlər bizi, evimizi, eşiyimizi yandırdılar. Gözümüz baxa-baxa uzun müddət tikib yaratdığımız evimizi, eşiyimizi yandırdılar. Düşdük çöllərə, qaçqın düşdük, köşkün düşdük. Gəldik, yığışdıq Tərtər rayonuna. Hal-hazırda burada məskunlaşmışıq, yaşayırıq. İndi də vətənimiz Allaha şükür, Allah rəhmət eləsin qazilərimizə, şəhidlərimizə üzr istəyirəm, bağışlayın, şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlıq versin, torpağımız alınıb, vətənimiz alınıb, gedib gəlirik. Yaşamaq həvəsindəyik, yaratmaq həvəsindəyik. İnşallah Allah Ali Baş Komandanımızın canını sağ eləsin, Allah ordumuzun, əskərlərimizin, zabitlərimizin canını sağ eləsin. Artıq da torpağımız azaddır, artıq gedirik, yaşayırıq, yaradırıq. Devlətimiz bizim üçün şərait yaradır, evlərimizi tikir. Bütün kommunikasiya xətlərimizi çəkir, yollarımız, abadlığımız, hal-hazırda vaxt dünənləri Kəlbəcərimizin işğalı günüydü. Hansı ki, bu günləri böyük qayıdış günüdür. Kəlbəcərimizdə hal-hazırda Kəlbəcərin özündə 100-dən artıq ailə məskunlaşıb, mənim balam. Artıq yaşayış var, gözəlləşmə var, həyat canlanır torpağımızda. Allah yenə də deyirəm, Ali Baş Komandanımız başda olmaqla bütün Azərbaycan xalqının canını sağ eləsin. Allah bu dərdi balanı, bu qara buludu başımızın üzündən uzaq eləsin, üstündən uzaq eləsin. Gənclərimizi, cavanlarımızı arzularına çatırsın. İnşallah gələcək həyatımız firavan olsun inşallah. Oğlum. Baba, oradakı uşaqlığını necə hatırlayırsan? Mənim gözəl balam. Bəli, bax, sənin kimi
Bir balaca körpə uşaq olmuşam mən də orada. Evcik qurub dağlarımızda oynayırdıq. Çiçəyin çiçək dərirdik. Çiçəkləri dərirdik. İlin günün bax qarşıda gələn may ayında həmişə bizim məktəbimizdə imtahan olardı. İmtahana gələndə həmişə dağdan gözəl güllər yığıb gətirərdik imtahanımıza. Müəllimlərimizlə mehriban, xoş əhval ruhiyyə ilə ayrılardıq. Və Allahın köməkliyi ilə sentyabr ayında isə müəllimlərimizə qovuşardıq sevinclə. Gözəl bir-birimizi qarşılayardıq. Böyüyürdük orada, təsərrüfatla məşğul olurduq. Kənd təsərrüfatının müxtəlif növ işlərinlə məşğul olurduq. Uşaq olsaq da böyüklərimizə kömək edirdik. Gözəl balam. İndi həmən uşaqlığımızı gedirik, o gözəl yerləri, cığırlarımızı xatırlayırıq, əlimiz olan, izimiz olan torpaqlarımızı xatırlayırıq. İndi isə böyümüşük artıq, 24 yaşında köşkün düşən adam, indi artıq bugün 59 yaşım var. Qayıdıb o köhnə uşaqlıq illərim, o köhnə uşaqlıq evcik qurub oynadığım, əl köşkü oynadığım, kil yağacı oynadığım, milli oyunlarımız olan dilə döymə oynadığımız yerlərdə gedib artıq o uşaqlıqlarımızı xatırlayırdıq. Çox gözəl uşaqlığımız keçib. Çox gözəl günlərimiz keçib mənim balam o günlərdə. Gözəl Çınar balam. İndi səni aparacam o dağlara. İndi o dağlarda səndən olacaq orada artıq mənim balacalıq körpəli olan yer.